Salam. Bu günləri nə hazırladıq Zeyza ilə? Sobasız qazda piçenya. İnanılmaz dadlı. 10 dəqiqəyə hazır olur. İnanılmaz, çox asan hazırlanır və 10 dəqiqəyə hazır olur. Keçək hazırlamağına. Mənə lazım olan ərzaqlar: un, xama, vanil, soda, duru yağ, şəkər. Sırtıq yaratmam cummağı sevir. Çünki itdir, sən böyütmüsən. Uşaqlıqdan elədin onu it. Başımıza. Bir də hürmür. Ham. Ver mənə. Gəl. Gəşin balam. Salam əziz izləyicilərim. Mən Miliyam. Çıqa. Rəqs eləyirəm. Xəncərlə boks eləyirəm. Sən gəl bu getsən. İndi az sonra, 2 dəqiqədən sonra ekranlarda. Bəndə gəlmirsən, nə olub? Kameraya salmaq istəyir. Ünlü olmaq istəyir. Ünlüşqadır da. Çox asan, tez hazırlanır. Yəni bütün ərzaqları tökürük, qatışdırıb. Yumurta. Nə? Bəs yumurta? Milyon apardı. Bir dənə yumurta. Tamam. Bəyəndin. Yumurtanın üzərinə şəkər. Biz şəkər çox sevirik. Şəkər sona qədər. Hə, şəkərin kimsəsə az da vura bilər. Qramların həmişə olduğu kimi videonun aşağısında paylaşacağam. Şəkəri ağız dadına görə çoxaldıb azalda bilərsiniz, fərq eləmir. Yəni mikserdə bulaşdırmaq lazım deyil. Bir qabın içində sobasız, qəşəng qazda bişəcək. Gecə saat 3-də şirin canımız çəkdi. Məsələn, elədim, yedim. Xama fərqi yoxdur, neçə faizlidir. Yəni evdə nə var, fərq eləmir. Yəni yağlı, yağsız öz seçiminizə görə. Xamanın da üzərinə vanil, soda. Kim istəsə, yəni soda əvəzinə qabartma da əlavə edər. Mən çox vaxt qabartma istifadə eləmirəm, soda istifadə edirəm. Bunu da qatışdırırıq. Zeyzəli də orada giyinir. O ancaq iş görməsin deyə axırda gələcək yeməyə. Həmişə olduğu kimi. Bunu da qatışdırdım. Duru yağ. Yağ. Rahat. Biraz yenə un əlavə edəcəm. Həmişə dediyim kimi unlar fərqli olur deyə olur az, olur çox. Mən qramlarını yazıram, dəqiqliyi ilə də nə qədər mən əlavə edirəm. Həmişə o qədər əlavə edin və sonra baxın da lazım olsa yenə də. Zeyzə bala gəldi, gözləyin. Gəlsin bala. Yol verin. Yol. Mənə xoş gəldin. Öpüm səni. Biz də xəncərlə səni dalınca danışırdıq. Qeybət mi edirdiniz? Belə lipkidir, yapışqan. İndi biraz un lazımdır. Un hardan? Biraz indi un əlavə elədim. Sən belə asta-asta qatışdır. Un yoxlanana qədər bunu qəşə-qəşə qatışdır. Xəmir necə olmalıdır? Yapışmayan. Lipki olmur. Qəşəng xəmir olmalıdır. Zeysa bunu götür. Baxın, xəmirə. Qəşəng xəmir alınır. Yapışmır. Görürsüz, 2-3 dəqiqə vaxt aparır xəmir hazırlamağa. Qab da çox bulaşmır. Bir qabın içində hamısı baş verir. Və belə qəşəng xəmir alınır. Bu qədər. İndi piçenkalara mənə kömək eləyəcəksin. Belə şariklar eləyəcək. Gedəlcək tax. Bölürəm. Əlcə əbizətinə. 2 hissəyə böldüm. Belə kalbasa şəklində. Bu cür şəkilləndirirəm. Yəni belə uzun-uzun eləyirəm. Sonra onları belə kəsəcəm. Hamısının eyni olsun. Elə bir dəfəlik kəs, eyni olacaq. Malacaq. Çıxmır. Aha, çıxıt elə. De belə balaca toplar. Bolum kəsib, malacaq. Bəs bu? Bilirəm bu. Sən bunları elə, mən tavanı qoyum isti olmağa. Bu topları bu şəkildə biraz belə. Çox bastırmırıq belə bu şəkildə. Və yığırıq tavaya. İndi xodunu alıram. Hər kəs öz qazına görə də, yəni bilir priblizisinə necə. Yenə üstündən biraz davet eləyirəm. Məsafəli biraz qoyun. Biraz topuş olacaqlar. Ağzı açıq belə də saxlaya bilərik bişsin. Hardasa 3-4 dəqiqə bir üzü, 3-4 dəqiqədə bir üzü. Ona görə deyirəm ki, çox tez hazırlanır. Göstərəcəm necə olmalıdır. Şişməni, anaşım şişəcək. Bunu belə. Yavaş-yavaş qalxır piçinlər. Bəs bu nə vaxt biləcək ki, hazırdır? Bunu mən dedim də 3-4 dəqiqədən sonra bunu belə qaldıracağam, göstərəcəm sizə. Belə qızaracaq. Ondan sonra üzünü çevirirəm. Kənarları elə biləcəksiniz ki, bişməyib, bu rəngdə qalır. Bilirsiniz nəyə oxşar? Aladzi eləyirik. Potom xəncər nədir o? Pankek. Kənarları belə ağ qalır. Amma əslində o pişir. Bu piçenye də o tipdədir. Yəni kənarları qızarmır. Altı, üstü aladzi şəklində deyim. Yəni blinçik. İndi hərəviz bir cürə adlandıracaqsınız. Kommentdə fikrinizi paylaşmağınızı istəyərdim. Siz belə pişirmisiniz piçenye. Bu resepti WhatsApp'dan nənə.
Beylar mama zəng eləmişdi. Mən deyir ki, bəs maraqlı reseptim var mamada. O mənimlə paylaşdı. Dedi ki, çox tez. Bəzən olur ki, video çəkəndə çox uzun sürür, amma siz 2-3 dəqiqəsini görürsünüz də, belə rahat görsənir. Ona görə də vəziyyətimizi dəyərləndirərək aşağıda like qoyun və abunə olun. Belə asan, rahat videolarla paylaşıram. Mama da ona görə göndərdi ki, sizlərlə paylaşım ki, yəni uşaqlar üçün, özünüz üçün, canınız çayın yanında nəsə istədi, şirini çəkdi. Durub bunu hazırlamağa, yəni uzağı 5 dəqiqə vaxtınız alır, 5 dəqiqədə bişir. Sadəcə 10 dəqiqə lazımdır ki, bu şirniyyatları dadına baxmağa, yəni yeməyə, hazırlayıb yeməyə. Baxın, belə. Amma biraz da bişsin. Biraz da bişsin, çevirəcəm. çox dadlı bir şey olacaq. Amma hə, ətri də qəşəng gəlir, vanilin iyi. İstəsiz ağzını bağlayın, istəsiz qapaq qoyun, istəsiz qoymayın. Çünki fərq eləmir, eyni bişir. Yəni bişir, problemi olmur qapaqsız bişəndə. Sadəcə qapağı qoydum ki, biraz tez olsun. Baxın necə olur. İyi göstərirəm. Pişsin. Belə. Aha. Belə. Yenə də həmin elə xotda dediyim kimi. Amma ağzımı bağlayıram mən. Tez olsun, tez hazırlansın deyə. Baxın, hazır oldu. Görün nə qəşəng topuş piçenkalar alındı. Tökürəm qabağa. Hazır oldu. Böyle bir şey. Bu tam pişmədi. Axırda dadına baxmalıydım. Çox qəşəngdir. Çox super piçenkadır. Sevdim. Tez-tez. Axıda Xəncər gəldi bala. Mənim Hamıya yetər. Sizlərə də yetər. Hardasa bir 20 dənə belə qəşəng bala. Hardasa 20 dənə piraj piçenyalar alındı. Hələ bişir. İstədim bunlarla göstərim sizə. Zeyzam yesin. Yedim də. Bilirəm yemisən. Demək istəyirəm ki, izləyicilər də görsün ki, Zeyza axı sifətdən bilinir. Yeyəndə. Bir də içini göstərginlə düşünərlər ki, içi bişməyib. Hə, baxın, içi bişib. Yəni düşünməyin ki, kənara svetli qalıbsa, açıq qalıbsa, bişməyib. Baxın, qəşəng də bişib içi. Tam qəşəng, yumuşaq. Özdə qalanda bərk olmur. Yəni bərkimir. Necə deyim? Yumuşaq. Bunu qəşəng bəlkə tutasan belə elə bazardan. Yəni yumuşaqdır, qəşəngdir. Yəni bir dəqiqə. Tezdir, hasanddır. Dediyim kimi 10 dəqiqəyə hazır olur. Səhər yeməyində qəşəng gedər. Ümumiyyətlə hazırlayın, qoyun Və stola, çayla içəndə, kofə ilə içəndə. Hər şeylə gedər. Aha, qapımız döldü, qonaq gəldi. Tez hazırladınız, qoydunuz. Yəni bu mənim favorilərimdən olacaq. Mənim də. Yəni lazım olanda tez-tez hazırlanan bir reseptdir. Siz də hazırlayın. Acan. Sobasız tortlar paylaşmışdım sizlərlə. Piçenyelik də. Video aşağısında linklərdə paylaşacağam. İstəsəz baxarsınız. Amma sobasız piçenye hazırlamamışdım. Bu ilk idi. Yəni ilk də ki sizinlə paylaşıram. Dediyim kimi mamam bu günləri bununla məndən paylaşıb ki, akazvıca mamada belə çox reseptləri var mamanın. Fərqli dəftərləri doludur da. İllərdir mama da xoşdur yazır. Hər dəfə oturub maraqlı tapanda ki, hasan da olsun, rahat olsun. Deyirəm ki, mama izləyicilərimə hasan da olsun. Yəni rahat olsun. Var cavan nəsil, təzə-təzə bişirirlər, eləyirlər. İşte yəni cavan nəsillər öyrənsinlər. Ona görə siz də inşallah bişirə bilərsiniz. Siz də evlatlarınıza verin. Hazırlasın 5 dəqiqəyə. Hazır olsun. Əsas da ki, sobasız, qazda, balaca xotda, tavada bişirirsiniz və bu cürlə dadlı şirniyyat alınır. Siz də hazırlayın. Nuş olsun.